Salam əziz şagirdlər. Bu günləri 1 martda akademiyada olan riyaziyyat sınavlarının izahına baxırıq 11-ci sinif. Məsələlər kvadratı çıx 15AB çıx 2B kvadrat ifadəsinin vurğularına ayrılır. Burada nə edirik? Deməli 8A kvadratını yazdıq. 15AB-ni parçalayırıq. 16AB üstəgəl AB çıx 2B-nin kvadratı. Burada 8A'ya çıxarsaq A minus 2B üstəgəl buradan da B'yi çıxarsaq A minus 2B. Bu ikisindən də çıxarsaq A minus 2B yerdə qalır 8 üstəgəl B. Burada D variantı. Baxırıq növbəti sualımıza. Bir qutuda 8 ağ və 7 qara daş verir. Qutudan təsadüfən götürülən 2 daşın birinin ağ, digərinin qara olması hadisəsinin ehtimalını tapın. Deməli, ümumi bizim var 8 üstəgəl 7. 15 dənə daşımız. Bundan seçirik. Ehtimal bərabərdir. Aşağıda ümumi halların sayı yazırıq. Deməli, ümumi halların sayı kombinizyon burada. 15 dənəsindən 2 seçilir. 15-dən 2. Birinin ağ, birinin qara olması. 8-dən ağ olduğu üçün 8-dən 1 vur 7-dən də qara olduğu üçün kombinizyon 7-dən 1. Buraya edir 8 vur 7. Buraya edir 15 vur 14 böl 2. Tercihdən olsun. Buraya edir 56 böl 105. Buraya edir 7'yi ixtisarləsək 15'də 8. Anlayın. Baxırıq indi 63-cü suala. Deyir ki, z bərabərdir. 2 bölü çökətli içi qoşma, ələtinin qoşması ilə özünün hasilini tapın deyil. Deməli, belə yazırıq. Z vur Z üstündə xət qoşma demək. O da belə olur. 2 plus kök altı 3 idisə, bunun qoşması olacaq 2 minus kök altı 3. Bu da bizə verir 2'nin kvadratı çıxır kök altı 3'nin bağlı qalır. Müxtəsər bölmə düşdür. A kvadratı minus B kvadratı. Olur 4 çıx 3 kvadratı. Kvadratı mənfi 1'dir. 4 üstəcə 3. Düzgün cavabımız olur. Baxırıq indi 64-cü suala. Məxrəci 61 olan neçə ixtisar olunmayan düzgün kəsir var. Biz demişdik ki, ixtisar olmayan düzgün kəsirlərin sayı qarşılıqlı sadələrin sayıdır. 61 özü sayda olduğu üçün, yəni heç bir ortaq vurğu olmadığı üçün məxrəci 61 olan demək, düzgün kəsirlərin sayı 60 dənədir. Elə heç biri də 61'ə bölünmədiyi üçün elə 60 dənəsi də olur ixtisar. 65-ci suala baxırıq. Məhludakı dozun miqdarı 40% artırıb, miqdarı 10% artdıqdan sonra məhlul miqdarı dəyişmədir. Məhlulda duz neçə faizdir? Deməli, burada nə yazırıq? Duzu götürürük x, suyu götürürük y. Onda bizim məhlulumuz olur x plus y. Məhlul x plus y. İndi deyir ki, duzun miqdarını 40% artırır. Suyun miqdarını 10% deməli azaldır. Onda duzun miqdarı x idi. Şimdi buradan deməli duzumuz x idi. 40% artdısa oldu 1,4x. Suyumuz 10% azaldısa olur 0,9y. Bərabər məhlulu dəyişmir. Məhlul da x plus y olur. Buradan 1,4'dən 1x'i çıxsam 0,4x bərabər 0,1y. Onu da vursaq 4x bərabər olur y. Deməli y bərabər 4x. Onda məhlulumuz x plus y idisə x plus 4x bərabər məhlulumuz olur 5x. Məhlul 30 neçə faizdir?
Düsturumuz saf maddə böl məhlul vur 100-dür. Saf maddəmiz x-dir. Məhlulumuz 5x-dir. Vur 100. Bununla da bu gedər. 100-ü də 5-ə varanda edir 20%. Düzgün cavabımız. Baxırıq növbəti sualımıza. Cüzətdə 19-45 ərədən kəsr hissəsini tapın. Birinci bu tam hissəsini tapsaq. 3 altında 19 çıx 5. Bundan təqribi çıxır 4,3 5 mənfi 0,7. Mənfi 0,7-nin də tam hissəsi olur mənfi 1. Kəsr hissəsini tapanda ədədin özündən çıxırıq tamı. Mənfi və müsbətləşdirir. 3 altında 19 çıx 5 plus 1. Bu da 3 altında 19 çıx 4. Düzgün cavabımız olur. Z variantı. Növbəti sualımıza 67-ci suala. Qabarıq dördbucaqlının tərəflərin ortağını birləşdirməsindən alınan yeni dördbucaqlının diaqonalı 5 və 7 olarsa, əvvəlki dördbucaqlının diaqonallarının kvadratları cəmini tapın deyirik. Deməli, burada nə edirik? Birinci, hər hansı bir dördbucaqlı çəkirik. Dördbucaqlı fərqi yoxdur. Sonra bunun ortalarını birləşdirək. Bunu birləşdirəndə ortasını bu diaqonalı çəksək, bu olur bunun orta xətti, bu üçbucağın orta xətti. Çünki tən ortasından keçib. Yəni, bura olsa, deməli, tutaq ki, A, onda buradan alacağıq ki, A bərabərdir. A bərabərdir. Deyək ki, bu D1'dir. D1 bölü 2'ye. Tutaq ki, bu tərəfə bölək. Bu bir diaqonalı çəksək, bu bir diaqonal buradan çəkilir də. Buradan burada bir B desək. Buradan da bu diaqonalı çəksəm. Bu da bunun ortası olur da. Buradan da B bərabərdir. Bu bir D2 olsa D2 böl 2. Və bu ortaları birləşdirəndə biz burada alırıq parallelogram. Parallelogramda da kənardan çəksək belə diaqonalın tərəf arasında əlaqə düsturu var. Diaqonallar veriləndə əlaqə düsturumuz belədir ki, D1'in kvadratı üstəgəl D2'nin kvadratı bərabərdir. 2 vur A kvadratı plus B. D1'in yerine biz koysak, D1'i tapsaq burada olur 2A. D2'miz olur 2B. Gətirib yerine yazsaq. Onda alırıq ki, D1'in kvadratı eləyir 4A kvadratı. Buradan da A kvadratı plus B kvadratı. A kvadratı B kvadratın yerine biz burada yazmışıq da D1'in kvadratı plus D2'nin kvadratını yaza bilərik. 2 vur D1'in kvadratı üstəgəl D2'nin kvadratı. Buradan alırıq ki, bu əvvəlki dördbucaqlının diaqonalların kvadratları cəmi buradakı bu parallelogramın kvadratın diaqonalların cəminin olur 2 qat. Buradan da deməli yerine yazsaq, diaqonalı dördbucağın diaqonalının biri 5'dir, digəri də 7'dir. Onda 2 vur 5'in kvadratı üstəgəl 7'nin kvadratı. Bu da bize verir 2 vur 25 plus 49 o da eləyir 148. Düzgün cavabımız D variantı. Baxırıq indi 68. Burada sinus 3 pi veribsə, birinci sinus pilərdə tam pilərin cavabı 0'dır. Onda buradan alırıq ki, 2 kosinus 8
Üstə gəl kök 3 bərabər 0. Buradan da alırıq ki, kosinüs x bərabərdir mənfi kök 3-ə. Kosinüs x bərabərdir mənfi kök 3 böl 2. X də bərabərdir plus minus düsturumuzu mənfilərdə birlikdə pi çıxartdı. Pi böl 6 plus 2 pi k. X də bərabərdir plus minus 5 pi böl 6 plus 2 pi. Düzgün cevabımız olur burada C variantı. 5 böl 6 C variantı. Baxırıq indi növbəti sualımıza. 69'a baxırıq, tənlikdir. Tənliyi həll edin deyir. Burada x kvadrat 36 bərabər 2'ye. Ona buradan alırıq ki, Ecen əsası 10'du da bilirik. X kvadrat 136 bərabərdir 10 üstü 2. X kvadrata 136 bərabər. Bir də bura həmişə bunun üzərində bu olur. 100. Buradan alırıq ki, x kvadratı bərabərdir 64. Bərabərdir plus minus 8. Yerinə qoyub baxanda görürük ki, mən 8'e qoyanda ödəyirəm. 108'e qoyanda ödəyirəm. Deməli, düzgün cavabımız olur. Mənfi 8, 108. Sonra baxaraq 70-ci sualına. Yera x, y, B 4 6 nöqtələri AB parçası uzunluqlarıdır. Parçanın koordinatları mənfi 5 ve 2 olarsa x plus y cəmini tapın. Deməli, biz buradan yazırıq. X orta bərabərdir. X A üstə gəl x B böl 2. Buradan yazırıq x plus 4 böl 2 bərabərdir 5'e. Ortasını verib. Mənfi 5. X də buradan bərabərdir. Mənfi 10 çıx mənfi 14'ə. Y-də yazsaq y plus 6 böl 2 bərabərdir 2'ye. Y plus 6 bərabərdir 4'ə. Y də bərabərdir mənfi 2. Cəmin deyirsə mənfi 14 üstə gəl mənfi 2. O da edir mənfi 16. 71-ci suala baxırıq. Kosinüs x, kosinüs kvadrat x bərabər sinüs kvadrat x çıx 0,5. Burada nə edirik? Bu kosinüs kvadrat x'i gətiririk bura. Sinüs kvadratın yanına. 0,5 taparıq ora. Kosinüs x üstə gəl 0,5. Sinüs kvadrat x'dən kosinüs kvadrat x'in cəmi 1 verir. Bərabərdir 1. Buradan alırıq kosinüs x bərabərdir. 1'dən 0,5 çıxırıq. 0,5 yəni 2'də 1 deməkdir. Bunun üstü x bərabərdir. Plus minus kosinüs 2'də 1 arada var. Pi böl 60'da 3'də. Plus 2 pi k. Baxırıq indi 72-ci suala. Bir nöqtəsinin alfa müstəvisinə AB perpendikulyardır. AC və AD mailləri çəkilib. ACB 30 dərəcədir. Buraya yazırıq 30 dərəcə. AC 16'dır. 30 dərəcə bıçaq qarşıcı kare hipotenuzun yarısıdır. Onda AB 8. Buraya düz bıçaqdır. Sonra BD'ni verib 6. Buraya yazırıq 6. Ona görə biz Pifagordan tapa bilərik də AD. AD də olur 8'in kvadratı plus 6'nın kvadratı bərabərdir AD'nin kvadratı. AD'nin kvadratı bərabərdir 100. AD bərabərdir 10. Baxıyorum burada 73-cü sualı. Verib ki, deməli burada. Burada nə eləməliyik biz? Biz bunları baxırıq ki, bu 3 çıx 2'dir, bu 2 çıx 3'dür. Bunun qabağına işarəsini dəyişib, belə yaza bilərik də. X minus 3. Qabağına mənfi atıb işarəni dəyişmək olur. Burada hər tərəfli ixtisar edə bilirik. Sadəcə şərt qoymalıyıq ki,
x sıx 3 fərqli olmalıdır sıfırdan. X də fərqli olmalıdır. Ala bilməz. Çünki məxrəc sıfıra çevir. Buradan sonra alırıq ki, x böyükdür -2-dən. Bizim əlimiz olan əslində -2 müsbət sonsuz. Sadəcə 3 olmaz deyə 3 oradan çıxırıq. -2 3 birləşmə 3 müsbət sonsuz. C variantı. Baxırıq indi 74-cü suala. Loqaritm 2/48 sıx loqaritm 2/5 və loqaritm 5/3. Belə qaydamız var ki, bunları ixtisar edə bilirik. Bu 5 ilə bu 5 neyini ixtisar edir? Qaldı loqaritma 2/48 sıx loqaritma 2/3. Çıxmalı da bilirik də biz nə edirdik? Bölmə edirdik. Loqaritm 2/48 3-ə böləndə 16. 2-nin üstü 4 16 edir. Deməli düzgün cavabımız olur. Böl. 75-ci sualım baxın. Deməli burada bizə sevlər arasındakı mərkəzlər arasındakı məsafəni istəyir. Bunu o mərkəzin O1 götürsək, O1-in koordinatları, mərkəzin koordinatları sevlərin tənindən bilirik də, tənimiz belə idi. X minus A-nın kvadratı, üstəgəl Y minus B-nin kvadratı bərabər də R-in kvadratı. Deməli, burada müsbət olduğu üçün mərkəzi koordinatlar mənfi. Bura olur -3 ilə -2. O2 olur 9 ilə 3. İndi bizdən O1 O2 məsafəsini istəyir. Onu da 2 nöqtə arasındakı məsafə düsturuna yaza bilərik də. Düsturumuz necə idi? Kök altında x2 çıxıq x1-in kvadratı, üstədə də y2 çıxıq y1-in kvadratı. Burada yazırıq 9 çıx -3-ün kvadratı, üstəgəl 3 çıx -2-nin kvadratı. Burada bizə kök altında 12-nin kvadratı, üstəgəl 5-in kvadratı, 169, o da eləyir 13. Düzgün cavabımız olur 13. 76-cı sualım. A müsbət bərabərdir 2-dir. Buradan belə eləyək onda. Birinci mərkəzdə B-yi saxlayaq. Məxrəci A-yı çıxarsaq mürtəzənin qarşısına A minus B yazaq. Üstəgəl 16 A minus B çıx 64 A böl. Birinci bunu sadələşdirir, sonra keçərik. B vuraq B minus A. Yeni yazıq? A minus B-nin cavabı 2-dir də. B böl 2A. Üstəgəl 16 böl 2. Bu çıxı topla eləyib, bunun işarəsini dəyişə bilərik də. Çünki A minus B 2-dirsə, B minus A -2-dir. Bunu müsbət eləyirik. 64A. Bu üçünə ortaq məxrəc 2AB olur. 2AB olanda buradan qalır B-ni B-yə vurulur. B kvadratı. Üstəgəl 16AB. Üstəgəl 64 A-nın kvadratı. Bu da müxtəsər vurma düsturu verir. B üstəgəl 8 A-nın bağlı kvadratı böl 2A. Bu birinci mötərizənin sadələşməsi. İkinci mötərizəyə baxırıq. İkinci mötərizədə oradan mərkəz gətirsək, bura olur 8AB. Burada da alırıq B kvadratı. Üstəgəl 16AB. Üstəgəl 64 A-nın kvadratı. Bu da bizə verir. Deməli, B plus 8 A-nın bağlı kvadratı böl 8 A. İndi burada da bizə bunu buna bölmək istəyir. Böləndə birinci olduğu kimi qalır. İkincinin yerini dəyişirik. Bunlar ixtisar gedir. AB-lər gedir. 8-də 2-yə bölürük. Cavabımız olur 4. Baxırıq növbəti sualımıza. 77-ci suala. Deyir A və B qarşılıqlı bucaqlar üçün
Alfa beta. Alfa plus beta bərabərdir 100 olarsın. Bir iki qarşılıqlı uzaqlar bir-birinə bərabərdir. Cəmi 100-dürsə, onda alfamız da betamız olur 50. Gətirib qoyaq yerinə. 50 böl 5 üstəcəl 3 sur 50 böl 4. Bu da olur 10 üstəcəl 150 böl 4. 10 üstəcəl 37 tam onda 5. O da 47 tam onda 5. Düzgün sayımızda. Baxırıq növbəti sualımıza 78 sualına. M parametrin hansı ən kiçik qiymətində ilk bərabər x kvadrat plus m minus 6 var x plus 16 funksiyasının təpə nöqtəsi 3-cü rübdəyir. Deməli, bu funksiyanın qrafikinin təpəsi 3-cü rübdədir. Yəni, burada. Deyək ki, funksiyamız belə bir funksiya. Təpəsi ara düşdü 3-cü rübdə. Təpəsi 3-cü rübdə düşəndə məlumdur ki, burada x0. Burada var x. x0'ımız 0'dan kiçik olmalı. Bir də bu qrafiki 2 yerə kəsdiyi üçün x-i. Diskriminantımız 0'dan böyük. Bu x0'ın üstürü mənfi 1 bölü 2 adı. Yerinə yazsaq burada mənfi m çıxı 6 böl 2 kiçikdir 0 mənfi qabağa aiddir. Buradan işarəni dəyişir. M çıxı 6 böyükdür 0 m böyükdür 6. Birinci şərtimiz oldu ki m 6'dan nə olmalıdır? Böyük. Diskriminantı yazsaq b kvadratı çıx 4a set. M çıx 6'nın kvadratı çıx 4 vur 16 böyükdür 0'dan. Bu da bizə verir. M çıx 6'nın kvadratı çıx 64 böyükdür 0'dan. Buna müxtəsər nədirsə M çıx 6 çıx 8 64 8'in kvadratı daxil. M çıx 6 üstəcəl 8 böyükdür 0'dan. Bu olur M çıx 14. Bu olur M üstəcəl 2. Köklərimiz oldu. Mənfi 2 ilə 14. Qeyd eləsək intervaldır. 15 il müsbət, mənfi müsbət. Həllimiz olur mənfi sonsuzluq mənfi 2, 14 müsbət sonsuzluq. Onu da m böyükdür 6 ilə kəsişdirsə, bizim cavabımız olacaq. Deməli, 14 müsbət sonsuzluq. Həllimiz olur. 14 müsbət sonsuzluqda ən kiçik tam həlli olacaq 15. Növbəti sualımız. Sualımızı qrafik verilir. Yazılış nihayət və cavabın düzəltdikləri tərəflərin sayı və ona sərf etdiyi sayı miqdarı eşit olur. Onlar birlikdə eyni məhsuldarlıqla 120 çərpənəndə net saat düzəldir. Baxırıq nihayata. Deməli, nihayat nə edir? Nihayat 5 saata 40 dənə çərpənək hazırlayır. Onda 1 saat hazırladığını tapmaq üçün 40'ı bölürük 8'e. Deməli, nihayat 1 saata 8 dənəsini hazırlayır. Cavidana baxaq. Cavidan 8 saat 32'ni hazırlayırsa 1 saata 4 dənəsini hazırlayır. Onda ikisi birlikdə 1 saata 12 dənə hazırlayırlar. 120 çərpələncə neçə saat hazırladığını tapmaq üçün 120'ni bölərik 12'yə. Cevabımız olur mu? Baxırıq 80-ci suala. Diaqramda silindrin formasında iki qabın ölçüləri verilmişdir. Bu radiusdur, bu da hündürlüktür. Qabın həcmləri bərabər olarsa ikinci qabın hündürlüyünü tapın. Deməli, burada nə yazır? Birinci qabın radiusu 16'dır. L1 yazaq. 16. Yazaq 8. İkinci qabda L2 bərabərdir 12'yə. H2 bərabərdir x. Bunların həcmləri bərabərdir.
Deməli biz burada bunların həcm düsturunu yazsaq, pi r kvadratı h bərabərdir. Pi r kvadratı r2 kvadratı h2. Buradan yazırıq. Pi vur r1'imiz 16'dır. 16'nın kvadratı 256 vur h'ımız 8'dir. Burada da pi vur r2'nin kvadratı 12'nin kvadratı 144 vur x. Buradan pi'lər neyir? İxtisar gedir. X'de tapsaq 256 vursa 144 o dedir 14,9'da 2. Düzgün cevabımız olur 14,9'da 2. Baxırıq növbəti sualı 81-ci sualımıza. Deməli verib ki, kosinüs 60, kosinüs 67, kosinüs 23 çıx, sinüs 30, sinüs 67, sinüs 23. Deməli buradan biz nə eləyərik? Kosinüs 60'ın cevabı məlumdur. Kosinüs 60'dan 2'dir. Kosinüs 23 saxlayaq. Çıx sinüsü 30 alır 2'də 1. Burada da sinüs 67'ni saxlayaq. Sinüs 23'ü saxlayaq. 2'də 1'e çıxadaq mötərizənin qarşısına. Kosinüs 67, kosinüs 23 çıx sinüs 67, sinüs 23. Bu da bərabər 2'də 1 vur. Bu bizə kosinüs alfa plus beta'nın düsturunu verir. Yəni kosinüs 67 plus 23. Kosinüs 90 eləyir. Kosinüs 90 nə alır? 0. 2'də 1'i 0'a vuranıb cavabımız olur elə 0. Səksən ikinci sualımıza baxaq. Tənədə verilən çoxədlərin onların vurğuları verilmişdir. Əsasən B plus C plus N plus K cəmini tapın. Burada 27 y-in kubu üstəcənsin. Baxırıq ki 3y plus 2 var burada. Deməli bizim digər vurğumuz 2'nin kubuymuş. Yəni 8. Bunu da açanda kubu belə açırıq. 9 y-in 3y üstəcən 2 buradan 9y-in kvadratı sıx 6y plus 4. Şimdi buradan baxırıq. B'imiz oldu 8. C'imiz oldu 9. N'imiz oldu -6. K'imiz oldu 4. Onda yazırıq 8 üstəcəl 9 üstəcəl -6 üstəcəl 4. O da eləyir 15. Düzgün cavabımız oldu 15. Baxırıq indi 83-cü sual. Düzbucaqlı üçbucağın hipotenuzu çəkilən hündürlüyü hipotenuzun 3 cm kiçikdir. Hipotenuz çəkilən median 5 olarsa düzbucaqlı üçbucağın sayəsini tapın. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Deyir ki, indi bizdən hipotenuzu çəkilən median. Biz demişik ki, hipotenuzu çəkilən median, hipotenuzu nə idi? Yəni, bura 5 ise hipotenuzumuz nə olur? Deyib ki, indi bizə düzbucağın sonra hipotenuza çəkilən hündürlüyü hipotenuzdan 3 cm kiçikdir. Onda hipotenuza çəkilən hündürlüyümüz 10 çıx 3 bərabər də 7 olacaq. Yəni buradan bir dənə də bura hündürlüyü çəkilib 7'dir. Bizdən soruşur ki, düzbucaqlı üçbucağın sahəsini tap. Düzbucaqlı üçbucağın da sahəsi düsturumuz var idi. S vur H bölü 2. Hipotenuza çəkilən hündürlüyü. Buradan da olacaq 10 vur 7. Hündürlüyümüz 7'dir. Bölü 2. Düzgün cevabımız olacaq 35. Baxırıq indi 84-cü sualımıza. Və 84-cü sualı şəkildə verilən əsasən A, OAB bucağının dərəcə ölçüsünü tap. Bura necə tapır? Bura 90'dırsa, onda bu qövs nə olacaq bütöv AS? 90. Bunu qeyd elədik. Onda buradan bura qədər qalır 270. 360'dan 90'dır.
270-dirsə, bu da bu qövsün daxilə çəkilmiş bucağı deyil. Bax, söykənib bu qövsüdə bir ucu buradadır, bir ucu buradadır. Deməli, onda bu OAB bucağı olmalıdır. Deməli, AB soruşur da. 270'in yarısı, yəni 135 derece. Dörd bucaqlının daxili bucaqların cəmi 360 olduğundan 2 üstəgəl 90 üstəgəl 135 üstəgəl 70 bərabər 360. 2 üstəgəl 295 bərabər 360. X-də bərabər də 65. Soruşur tapdıq 65. Növbəti sualımıza 85-ci sualım. Demək, 85-ci sualda verib ki, ABC üçbucağında DY AC paraleldir. A'yı tənbələndir. Bura alfadısa, burada alfadır. DY 6'dır, buraya yazırıq 6. BD 2'dir, buraya yazırıq 2. SBD'ye 5'dir. SABC'ni soruşur biz. Paralelliyə görə bura alfadısa, burada alfadır. Set qaydasına görə. Buradan da alırıq ki, alfa alfadısa, onda bura 6'dırsa, burada oldu. Çünki bu alfanın qarşısı 6'dırsa, bu alfanın qarşısındakı 6. Buradan da bu bucaqla bu bucaq bərabərdir. Yəni burada olur 2 alfa. Ona da bu bucaqla da bu bucaq bərabərdir bir-birinə. Burayla da bura. Onda biz bunu alırıq ki, bucaq əlamətinə görə bucaq BD'yi oxşardır 3 bucaq BAC. Bura nisbəti yazsaq, yazırıq BD'nin nisbəti BA-ya. 1-2 oxşarlıqda sahə oxşarlıq əmsalının kvadratına bərabərdir. Ona görə bunun kvadratı bərabərdir. S üçbucaq BD'yi böl S üçbucaq ABC. BD'miz məlumdur 2, BA-mız 8 bərabərdir SBD'ye 5, SABC X. Bunlar ixtisar edir 4'də 1. Onda 5 bölü X bərabərdir 16'da 1'ə. X-də bərabərdir 16'da vururuq 5'ə. X olur 80. Deməli, ABC üçbucağının sahəsi 80'miş. Bugün suallarımızın da izahın sonuna gəldik. Sağ olun, növbəti suallarda görüşək.